Herkese sağlar. Yeni bir videoma hoş geldiniz. Ben Nuray Hüseynova. Bugünlerim sizinle birlikte şey yiyeceğiz. Toka boka dəftərimi göstereceğim. Saçım biraz pistir. Kusura bakmayın. Çünkü bilmem niye böyle olup. Neyse. Bura nəsə vuraraq düzələr. Evet, neyse. İndi gedək toka boka dəftərimi göstereceğim. Aslında toka boka dəftərini mən çoxdan da eləmişəm. Bilmirəm, indi o videonu paylaşmışam mı, paylaşmamışam mı. Neyse. Bu qədər deyəcəksiniz kitabın nağarsın Nuray. Ama benim bütün kitaplarım buradadır. Hatta yarısı da çantamdadır. Yani Novruz bayramına göre ben bu kitaplarımı yığmışam, koymuşam bura şkafın arkasına. O zaman başlayaq. Buradan Toka Boka dəftərini tapmağa çalışacağım. Olmasa bir yerde bilirəm, belki de oradadır. Burada yoktur. Deyəcəksiniz ki, neçənci sinifsən? Mən 5-ci sinifəm və bu qədər kitabı nə inirsən deyəcəksiniz, bilmirəm. Yəni şeydən veriblər, məktəbdən. Hətta ağırdır və yarısı da baxın bura qoyuram. Qoyub gəlirəm. Evet, gördüğünüz gibi benim yani hakikaten çok şeylerim var. Hatta yarısı da buradadır. Kitaplarım həddindən artıq çoxdur yani. Derken evet, defterimi tapdım. Bu şekilde buradadır. Bilmiyorum videomda göstermişim mi Toka Boka defterimi, ama yine de göstereceğim. Sırf sizin için. Evet, gördüğünüz o kitapların hamısı benimdi ve dediğim gibi hatta yarısı da oradadır. Yani indi size gösterdim. Bakın buradadır, yarısı da buradadır yani. Bakın. Ya, hatta ya çoxu da bunun içindədir yani. Neyse. İşimiz bundan değil. Evet, gördüğünüz gibi Novruz'a göre dediğim kimi o kitapları yığışdırdım. Her şeyimi yani yığışdırdım. Heç nə qalmadı. Novruz yani məktəblər açılandan sonra bütün kitaplarımı yığacağım bura. Hem Toka Boka dəftərini göstərmək, həm də ki telefonu tutmaq çox çətin olacaq deyə telefonu sabitlədim. İndi isə göstərirəm. İlk dəftərimiz belədir. Üzü əslində belədir. Mən bu şəkildə şey eləmişəm. Evet, ilk girişimiz bir dakika. İlk girişimiz burada. Bura əslində sayılmır. Burada. Burada biraz ben yanlış bir şey eləmişim. Evet. Toka Life Evim yazmışım ve birinci hissesine geçirik. Evet. O elmanı. Evet. Birinci hissede burada gördüğünüz gibi tablolarımız var. Eğer bunun devamının gelmesini istiyorsa, yani Toka Boka'nın hansı hissesini eləyim, İstəyirsinizsə gəlsin, yorumlara yazın. Bilmem, yorumlara açıq bıraxaram. Burada çıxmayan şey yoxdur da, yəni hər şey çıxır da, yəni bir dənəsini deyə bilməlisiniz ki, çıxmır. Evet, burada dediyim kimi bu ikisi, baxın, bununla bu ikisi tablodur. Bu Toka Boka karakterimizin qızının saçıdır. Bu darağımızdır. Qoyuruq bura. Bu xalçamızdır. Hər şey çıxır, yəni bir-bir göstərirəm sizə. Bu xalçamızdır. Bir əldən işləmək çox zor həqiqətən. Evet, çıxır. Burada giysi dolabımız var. Bəziləri hətta burada paltarlarım çox idi. O biri səhifələrdə də yəni çoxdur səhifəmi. Burada belə koftamız var. Bu arada 3 dənə karakterimiz var. Belə donumuz var. Yupqadır, amma pisdir. Bilirəm. Bu 3 dənə adam olduğuna görə 3 dənə də göz bandımız var. Bunlar arkadaşlar göz bandıdır. Bunlar hamısı çıxır bu arada. Bu da xalçamız. Xalçamızı da qoyaq bu hissəyə. Evet, ilk səhifəmiz belə idi. İndi isə ikinci səhifəyə gəlir. Bura hamısını şey eləməmişəm. Burada sadəcə günəşimiz var və ayımız var. Ayımızı bir dəqiqə çıxardaq. Toka Boka dəftərini heç işlətmirəm. Həqiqətən də qalıb orada.
Evet, burada güneşimiz var. Güneş olanda, səhər olanda, yuxudan duranda bura qoyuram. Bunun həqiqətən üzərində bir həftə, 2 həftə uğraşmışam, yəni. Nəysə, sonra burada ayımız var. Buradaydı, bayaq göstərdim. Sonrasında evet, devam edirik. Burada yataqlarımız var. Yataqlar da çıxır. Belə bir dəqiqə telefonu sabitləyim. Evet, sabitlədim ki, daha rahat çıxardım. Bu yorğanımızdır. Bu yatağın özü çıxır. Bu da yorğandır və içində karakterimiz var, yatır. Bu şəkildə bunu ilk eləmişdim. Paltarı buraya yapışıb. Bunun üstündəki pijamadır və üstünü örtüb. Bu da təbii ki də çıxır. Adam da hətta çıxır. Görürsünüz, belə qoyuruq bura. Bunun da yorğanı var idi. Onun yapışqan gedib deyə örtməmişəm, amma örtəcəm. Dəst olaraq hamısını eləmişəm. Sadəcə bu ayrıdır. Bu da çıxır. Burada da xalçamız var. Belə. Nağardım, bilmirəm. Nəysə, boş verin. Sonrasında burada bizim oturma odasıydı deyəsəm, bilmirəm. Baxın, bir saçımız da daha buradadır. Bu da saçdı bu arada. Çıxır. Evet, çıxdı. Arxası isə mavidir, qabağı isə qırmızıdır. Bu şəkildə yapışdırırıq. Saatımız da çıxır. Saatı elə-belə eləmişəm, bu belə uydurmuşam. Xalçamız yenə də çıxır. Bura bir boş kimi otaq kimi idi və yaxud da bura deyəsən idi. Karakter odası idi, bilmirəm. Yadımdan çıxıb. Gəldi. Bura salondur. Bu karakterimizdir. Üstündəki paltarlar da çıxır. Baxın, çıxır. Sonra burada belə karakterimiz var. Bu çox şirindir. Baxın, üstündəki paltarları çıxardaq. Əslində üstündə özünün paltarı var, baxın. Çox şirindir həqiqətən. Evet, bunlar paltarlardır. Sonra burada televizorumuz var. Bu da çıxır. Burada şkafımız var, çıxır, taxılır. Balıq akvaryumumuz var. 2 dənə qara balığımız var. O 2 dənə qara balığa ait belə yemimiz var. Və qalanlar da bundandır. Sonra burada da xalçamız var. Təbii ki də bu da çıxır. Paltarları zaten göstərdim. Gəldik bura. Mənim bundan çox xoşum gəldi. Baxın, bir dəqiqə. Bu güldür. Baxın, yapışdıraq. Burada kitablarımız var. 3 dənə kitabımız var. Bu arada rəfdir. Baxın rəfimizi. Buna aşiq olmuşam. Yəni, 1, 2, 3 dənə rəfimizdir. Bu da çıxır. Gördünüz. Hamısı çıxır da, yəni. Bir dənə otaq var. Onu yəni yeni ildə eləmişdim. Çox qəşəng olmuşdu. Mutfaqdan kefçe gelmiş arkadaşlar. Evet. Xalçamız da çıxır. Taxaq. Evet. Burası yeni ilə aiddir. Baxın nə qəşəngdir. Bu da təbii ki də bu da çıxır. Nuray hər işi başarar arkadaşlar. Çıxardıram. İşte belə çıxır da, yəni çox çıxartmıram çünki cırlar deyə qorxuram. Hətta buradan da belə çıxır. Görürsünüz, belə çıxır da, yəni. Hədiyyəmiz var. Yəni yönlərini də belə dəyişdirə bilərsiniz. Hədiyyəmiz, 2 dənə hədiyyəmiz var. Şaxta bu eləməyi düşündüm, amma biraz gec olacaqdı deyə bilmirəm. Burada da hər otağa xalça qoymuşam. Keçirik son otağımıza. 1, 2, 3. Evet, burası da son otağımızdır. Burası da xaladeyni, mutfak, yəni kuxnadır. Evet, bir dakika. Buradan biz kepçemizi alaq. Evet, burada. Her şey yani karışıp ortalıktadır. Her şey karışıp da yani bir yerlerine giriblər. Nəysə. Burada xaldenkimiz var. Xaldenkiyi açıq eləyə bilmədim. Ona görə də belə bir şey elədim. Nəsə lazım olsa üstünə belə yapışdır. Məsələn, bu lollipopdur. Lollipop. Yapışır çıxır bu arada.
Görürsünüz. Xaladenikdə. Xaladenikimiz də çıxır. Görürsünüz. Burası biraz zırılıb. Kağızın özü zırılıb. Burada bunu çox sevdim. Bunu mən çox sevdim. Burada əl belə məsələn meyvələr, tərəvəzlər falan yumaq üçün burada şkafımız var. Burada peçimiz yox. Nə deyirlər bilmirəm. Fırındır da, yəni. Burada da qazımız var. Təbii ki də Nuray bunlarda çıxardar. Evet. Baxın çıxdı. Düzgün yapışdıraq. Bir dəqiqə. Evet, yapıştırdım. Sonra burada rəflərimiz var. Rəflər də çıxır. Görürsünüz. Bunlar da çıxır. Bu da çıxır. Bu duzdur. Duzdur bu. Bu da çıxır. Və bu da çıxır. Evet. Burada gördüğünüz 3 tane rəf. Burada gördüğünüz 3 tane şey rəfdir. Burada stolumuz var. Burada boş qaplarımız var. Boş qaplar da çıxır bu arada. Yumaq istəyirsinizsə boş qapları gətirirsiniz məsələn bura falan. Belə bir şeydir. Tavamız da var. Boş qapların hamısı çıxır. Burada vaxt yetməsin deyə hamısını çıxartmıram. İstəsə çıxardaram. Tavamız var. Tavamızı istəsə yumurta pişirsək qoyarıq bura. Götürürük. Sonrasında stollar belə çıxır. Qaşığımız çıxır. Baxın, hətta görsədim bir. Yəni, hamısı çıxır. Sonra da deməyin ki, bir dənəsi falan çıxmır. Hamısı çıxır arkadaşlar. Stolumuz hətta belə çıxır da, yəni. Görürsünüz, çıxdı. Bunları necə eləyirik? Videosu gəlsin. Bunlar da stollarımız. Çox uğraşdım da həqiqətən mən buna görə, amma heç oynatmıram. Yəni hər şeyim boş-boşuna getdi də, yəni. Evet, bundan sonra da belə otağımız falan yoxdur. Gördüyünüz kimi. Hə, burada belə zibil qabımız da var. Nəsə açaq belə zibil qabımız da var burada. Evet. Əgər siz Toka Boka dəftərini bəyəndinizsə, yorumlara yazmağı unutmayın. Sizləri sevirəm. Öpürəm. Evet, dediğim kimi videonu beğendiyse kanala abone ol ve like atmayı unutmazsınız. Sevinərəm. Yorum da yazmağı unutmayın. Toka Boka dəftərinə neçə puan verirsinizsə yorumlara yazın. Sizcə necədir? Rəylərinizi bildirin. Hamınızı çox sevirəm. Öpürəm. Bay bay edirəm.